Ya Allah, Bismillah, selamun aleyküm aziz sayfa izleyicileri, güzel insanlar, gününüz hoş, hayırlı, bereketli, uğurlu, faydalı olsun. Bugün 30 sentyabr sizler için çekip paylaşmak istedim. Sayfa izleyicilerine malumat olsun diye bazı izleyicilerimiz soruşurlar, maraqlanırlar. Bax, belə Pavloniyanın böyük ağacı, yarpaqlarını size izah vermek istedim. Gördüğünüz kimi Pavlonia ağacının yarpaqları bizim çəkilişlərimizdən gördüğünüz kimi hətta 1 metre kadar diametri böyük olur. Amma növbəti illərdə hər keçdikcə 4-cü ildən 5-ci ildən Pavloniyanın yarpaqları bu şəkildə getdikcə tədricən kiçilməyə başlayır. Hətta bu qədər əl boyda qədərində kiçilə bilirlər. Bax belə. Yani Pavloniyanın yarpaqları hər dəfəsində o kadar böyük olmur. Bir de buradan hazır sizler için çekip göstermek istedim. Çiçeklerine bağlı müşterilerimiz çok maraqlanır, suallar bizi ünvanlayırlar. Bu da Pavloniyanın çiçekler için koyduğu tumurcuqlar. Bak, bu tumurcuqlar inşallah yazın əvvəlində bunlardan partlayarak çiçekləri çiçekləməyə başlayır və 40-45 gün ərzində bol çiçekləməsi olur. Xoş ətirli, xoş qoxulu çiçekləməsi olur. Bax, belə sizler için məlumatlı olasınız. Allah bütün zəhmətkeşlərə xeyirli, bərəkətli, uğurlu, faydalı eyləsin.